Sahə perimetr, obşim, ümumi anlayışlardan istifadə edir. Burada düsturlar yazmışıq. Bəzi düsturlar özünüz riyaziyyatı yaxşı olan olsa bilir. Kvadratın düsturu A kvadratdır, yəni eyni uzunluğa vurursunuz. Amma perimetr bilirsiniz ki, kənar xəttlərin nə idi? Obşi cəmidir. Yəni perimetrdə bütün hamısını toplayırsınız. 4 ailə. Düzbucaqlıda da sahəni tapanda enini uzunluğa vurur. Amma perimetrdə 4'tü bu da 6'dır. Toplayıp 2'ye vurur. Niye toplayıp 2'ye vurur? O 4 ise bu da 4'tür. Bu 6 ise bu da 6. Farkı ne ki? Hamısını toplayanda da 20 eləyir. Toplayıb 2'ye vuranda da 20 eləyir. İndi mən sizdən əsas istədiyim bu deyəcəksiniz ki, mən üçbucaq zad olur. Üçbucağın düsturları lazımdır. Düsturları demək ya. Yalnız sizdən düzbucaqla üçbucaqla bağlı bir şey verəcək və burada da sizdən istədiyim nədir? Bütün düzbucaqlı üçbucaqların əsas düsturu budur. Burada əzbərçilik ciddi bir şey yoxdur. Məsələn, bura 8-dir, bura 4-dür. Deyirəm, bunun sayəsi nə qədərdir? Siz normal düzbucaqlığın sayəsini tapırsınız. 8 və 4-dən 32 eləyir da. Onsuz da 32 isə bura 16 olacaq, bu da 16. Yəni düstur nə deyir? Vurub 2-yə bölməlisiniz həmişə. Və çox olacaq bu testlərimizdə, mütləq olacaq. Bəs yaxşı, bu nədir? Bu Pifaqor teoremidir. Əslində bunu verəndə özü verir həmişə. Çünki biraz çox burada girişmirik biz. Pifaqor teoremi nədir? Deyir ki, buna hipotenuz deyirlər, buna katet deyirlər həndəsə dərsində. İndi məntiqə gətirib hər şey sallar maşallah. Məsələn, deyir bu A6-dır, burada 8-dir. Deyir bunun uzunluğu nə qədərdir? Belə tapılır. S-nin kvadratı bərabərdir 8-in kvadratı plus 6-ın kvadratı təbii ki, eləyir 100. S kvadratı 100-dürsə, S də nə olacaq? 10 olacaq. Burada ancaq bunu soruşanda bundan istifadə edilir. Sonra, məsələn, amma belə indi asan suallar olur, təbii ki, bir dənə boynuma alam, çox da belə sadə suallar düşmür. Amma tutaq ki, adi bir sualdır. Deyir ki, fiqurun sahəsini tap. Mən birinci bunu qəşəngcə verirəm. Bu düzbucaqlığın sahəsini tapıram. 15-i 6-ya vurdum, bura oldu 90. İndi bilin ki, obşi bura nə qədərdir? 14-dür. Nə problem var? Yuxarı 6-sa sağ tərəf nə qədər olacaq? 8. 8-i də 5-ə vuracaqsa nə eləyəcək? 40. Yəni 90 bu da 40 nə olacaq perimetri? Sahə 130. Bunlar standartlar da. Yəni düzbucaqlı kimi yarada bilərsiniz. Üçbucaq kimi. Gəlin bir dənə üçbucağı yarada. Bax bir dənə belə bölün. 12 dənə 4-ü bilirsiniz. Hə. İndi bir dənə sizdən bu yeri tapmaqda biraz istifadə edin də. Çünki opsi 12-dir, bəli. 12-dən 6 çıxan 6. Bəs opsi 10-dur da bura. Ondan da yuxarıdakı bu 4-ü çıxıram. Sağ tərəfə də 6 qalır. Bizə dedi ki, düzbucaqlı üçbucağın sayəsi bir-birinə vurub yarıya bölməlisiniz. Yəni 36-ın yarısı 18, bu da 48. Nə olacaq? 66. İndi ən çox sahə perimetrlərdə çevrələr də bizə lazım olacaq 100%. İndi ən pis misalları deyəcəm, axırda olan suallardır. Yeni sualında ən pislər olardı, amma deməliyik təbii ki. Bir dənə sizdən, indi sizə desək ki, kvadrat rombdur. Kvadrat romb olanda ta ağzında kvadrat deyil də. Onun sahəsini necə tapa bilərsiniz? Elə A kvadrat kimi tapa bilərsiniz. Amma hər romb kvadrat olmaya da bilər. Ona görə romb hələ ki imtahanlara düşməyib. Daha doğrusu ASEE qəbul kateqoriyası var dövlət qulunda. Ora düşdü, var burada. Həmin sual burada var. Rombun sayəsini bir dənə sizdən bunu istəyirəm. Diagonal bax buna deyilir. Bax bu diagonaldır. D1 vurulsun D2 bölünsün 2. Yəni diagonalların hasilinin yarısına bərabərdir. Bildiniz. İndi deyəcəksiniz ki, müəllim hansı formatda düşüb? Mən ümumiyyətlə istəyirəm o düşən sualı deyim. Belə çox tələbənin də oradan əziyyət çəkdiyi sual idi, amma çox problem eləməyin bu sualı. Bir dənə baxın. Bu imtahan sualıdır. Burada bizdən boz rənglənmiş hissələrin ümumi sahələrinin cəmin soruşur. Mən də təbii ki, düzbucaqlı üçbucağı keçdim. 2K-dırsa burada 2K-dır. Bunun sayəsi nə qədər olacaq? Deyin. Çıkar. Yəni 2-ni 2-yə vurub 2-yə bölürsünüz də? Yox. Tek bölen değilsin. Nə qədər olacaq? 2K kvadratı bu olur. Bax, enini uzunluğa vurub yarıya bölürsünüz də, başa düşün. Bax, bunlar onsuz 2-dir. Bunu da hamı bilir. İndi məsələ odur ki, bir dənə rombun sahəsini tapmaq üçün mən nəyə bilməliyəm? Diagonalları bilməliyəm. O da problem deyil. Yəni siz həmişə belə eləyin. Tez kvadrat olduğuna görə onu 4 bərabər hissəyə bölə bilərsiniz. Baxın, böldüm. İndi mən bilirəm ki, buradan bura qədər məsafə nə qədərdir? Yəni özü yuxarıda verib də, buradan buraya nə qədərdir? 2-dir.
Onda belə çıxır ki, bu balaca nə qədərdir? 1. Eyni şey buna da aid deyil. Buna da aid də. Onda bunlar hamısı 1 olacaq. Yaxşı, bu misalın diaqonalı, sağ olun. Diaqonalı nə qədər olacaq? Yəni uzunluğu nə qədər olacaq rombun? 1 bura, bu da 1. Yəni diaqonal D1 də 2-dir. Onsa bunlar eyni. D2 də 2-dir. Mən də deyirəm ki, rombun bir dənə sahəsini bilin ki, düzbucaqlı üçbucaq kimidir. Bir-birinə vurub nəyə bölməlisiniz? 2-yə bölməlisiniz. Bu da olacaq 2. İndi sualımızın cavabı nədir? Kənardakı 2 ilə 4 dəfə 2 8, bir dənə də rombun ikisi. Deməli, bir dəqiqə gözləyim, pozuram. Bir dənə başdan deyim. İndi təbii ki, çoxunuza ağır gələ bilər. Bax, bir daha deyirəm. Bu üçbucaqlı, düzbucaqlı üçbucağın sayəsinin həmişə bilin də. Enini uzunluğa vurub yarıya bölmək. Bura 2-dir. Bu 2 isə hamısı 2-dir də, basandır. Bir dənə mən sizdən rombu istəyirəm. Rombu da diaqonalların tapı üçün 4 bərabər hissəyə bölün. Yuxarı onsuz da 2 katdır. 2 katsa bura 1 düşür. Eyni şey sağda da 1, yuxarıda da 1, aşağıda. Demək ki, diaqonalların uzunluğu ikisi də 2-dir. 2 vur 2 bölü 2. Bildiniz, indi romb 2 oldu, kənarlar da 8 oldu. Bunun sayısı nə qədər olacaq? 10 olacaq. Bundan bir iki dənə də sual qoymuşam orada. Bəs bu düz çevrənin sahəsi, bəli, bizə lazımdır o da. Ona görə lazımsa mütləq yazmışam. Ən çox istifadə olunan suallardan biri. Çevrənin sahəsi pi r kvadratıdır. Burada r radiusdur. Radius bax bu balaca hissəyə deyilir. Diametr nədir? 2 radiusa bərabərdir. Bax burada yazmışam. Bununla bağlı suallar çox olacaq. İndi tutaq ki, bir dənə belə bir tutaq ki, suallar çıxacaq qabağımıza. İndi başqa format deyəcəm. Deyir ki, kvadratın perimetri 56-sa çevrənin radiusu var. Bax, perimetr 56-sa, perimetr 4 dənə tərəfin cəmidir. Yəni, düstur buydu. 4A bərabərdir 56. Mən də 56-ın 4-ə bölürəm, hər bir tərəfə nə qədər düşür? 14. İndi mənə deyin, bax, buradan buraya qədər uzunluq 14-dirsə, demək ki, bunun diametri obşidir, 14-dür. Diametri 14-sə, bunun radiusu nə qədər olacaq? 7 olacaq. Bəs yaxşı, bizə indi bu sualı verib, deyə bilərmi ki, bunun sayəsini tap? Ne demək ki? Da radiusu bilirəmsə, düstur budur, pi r kvadratı. Pi-ni özü onsa 3 kimi verir, narahat olmur. Pi 3-dür. Əslində 3-dən bizdə 14-dür, amma 3 götürdülər. 3'ü vurası 7'in. Deyəsən bundan vermişdim axı. Bircə saniyə gözləyin. Deyinə burada var da, mən niyə özümdən izah edirəm? Baxın bura. Deyir ki, kvadratın sahəsi 64-dür. Sahə ojeyi enini uzundan vurmaqdır. Düzdür. Sahəsi 64-sə, tərəfləri nə qədər olacaq? 8. Demək ki, bunun diaqonalı 8 isə, bunun radiusu nədir? 4-dür. Bizdə nə isə kvadratın sayəsi, amma pi-ni vermir də, elə pi ilə yazılır. 4-ün kvadratı 16 nə olacaq burada? Pi olacaq. Məsələn, dövlət qulunun ta ki, deyəsən avqust qəbulunda 3-ə alınmışsan. 3-dən %14 hər verir. Onu həmişə şərtdə verir, heç bir narahatçılığı yoxdur orada. Bircə saniyə bir dənə avqust açsın burada. Avqust. Səhv eləmirəmsə, burada bir dənə həmin sual elə bizim PDF-də var. Burada bir sual düşmür. Əslində rahat sualdır. Tək hissə də düşsün. Deməli, bax bu sual. İmtahan sualıdır. Amma rahat sual kimi qəbul edirik. Deyəcəksiniz, siz qəbul etsiniz, biz yox. Təbii ki, mənə lazımdır ki, bir nəyin bilmək bunu, uzunluğunu, bir də ki, enini. Nə problemdir ki, radiuslar 3-dürsə, biz hamısını 3 kimi onsa yazacağıq. Burada 3'tü, burada. Yani bunun uzunluğu nə qədər oldu? Nə var ki burada? 12. Bəs radius 3 ise radius hər yerə aid da. Burada aid deyil. Yəni nə fərq var ki? Bu da 3'tü, bu da 3'tü. Bunun eni nə qədər olacaq? 6 olacaq. Alt dəfədə 12. Deməli, bu fiqurun sahəsi nə qədərdir? 72'dir. Bir dənə tarla məsələsi kimi bir şey verilmişdi. Hovuz deyəsən. Bircə saniyə onu da tapım, sonra əsas misallara başlayacağım. Əsas o sonda hazırladığımdır. Bunları deyəcəm indi. Bir dənə hovuz, bir dənə buradan baxın. Bəzi şeylər valla, mən nə qədər desəm də, bir damcı riyaziyyat lazım da, onu mütləq eləyəcəm. Onu mütləq istifadə eləmək lazımdır. Sizdən istədiyim nədir? Bizə deyir ki, hovuzun sahəsini tap. Başa düşün, hovuzun sayəsini tapmaq üçün mən eynin uzundan nə etməliyim? Vurmalıyam. Mənə də lazımdır ki, bura nə qədərdir? Mən də baxıram ki,
Bura opşi, əgər şaquli baxırsınızsa, şaquliyə baxın da. Yəni sol tərəfdə opşi 14-dür. Bu 4-ü verib, 4-ü verib də. Buranı tapmaq olmaz ki. Deyin də. Nə olur? 14-dən 8, 8-in cəmi çıxır. 4-dən 4-ün cəmini çıxıram. Bu n-nə nə qədər qaldı? 6. Getdik uzunluğuna. Bunu da başqa rənglə eləyək. Bircə saniyə. Hə, nə problem var ki? Opşi 16-dır. 16-dan bu 8-i bir də 4-ü çıxırsınız da. 16-dan 12 çıxanda bunun eni nə qədər olacaq? Onda hovuzun sahəsi 6 ilə 4-ə vuran olur 24. Amma mən bu nə qədər desəm də, imtahanda bu balaca yerləri siz eləməlisiniz də. Mənə demiş ki, mən hardan tapım? Da yazıq verib də burada. 16-dırsa 8-lə 4-ün cəmi belə. İndi gəlirik əsas misallara. Qorxub eləmək lazım deyil. Ümumiyyətlə bax, pi-ni görsüz 3 sözü verir, narahat olmayın. Pi-ni 3 verir. İndi mənə qulaq asın, hamınız qulaq asın. Deməli, bəzi misallarda üslub deyəcəyik, amma orijinal yolu məcbur izah edəcəm. Deməli, bunu pozun buradan. Deməli, vəziyyət nədir? Baxın, bizə deyir ki, bu hissənin sahəsini tap. Siz də deyirsiniz ki, müəllim, kvadratları mən rahat tapa bilərəm də. Kvadratların sahəsi onsa özü verir var, hər biri 1-dir, yuxarıda verir. Kvadratların sahəsi 1, 2, 3, 4, 5, 6, 7 dənə kvadrat var. Bəs müəllim, bu balaca ovalları necə tapım, böyükləri necə tapım? Birinci növbədə mən bütün hamıya bunu deyirəm. Bura bir x yazıram, bura bir y yazıram. Hər bir x izahını deyəcəm. Bunun sahəsi 0,25-dir. Böyük yarım dairənin sahəsi 0,75-dir. Deyəcəksiniz birincisi niyə? Əslində kvadratın sahəsi 1-dir da. Çünki eni 1, uzunu 1 isə sahə 1-dir, özü verir. 0,25, bax bu balaca hissədirsə, baxın, bax bu balaca 0,25 isə yerdə qalanda 14-də 3 olur, 0,75. Amma kimsə deyər ki, müəllim, bunun isbatı necədir, necə bilək? Gəlin mən onu sizə bir dənə isbat edeyim. Bu bizi, çünki bu şeyi də bacarmaq lazımdır, yəni qaydan tapmaq. Baxın bir dənə, gözləyin. Deməli, bax mən bu dairənin qayda qanunu tapacağam. Deyəcəksiniz, mən düsturu da bizə nə deyir? Baxın, bunun eni özü verilib ki, 1-dir. Bildiniz, radius 1-dirsə, biz çevrənin sahəsini tapa bilirik. 1-in kvadratını pi-yə vuracam. Pi nədir bizdə? 3-dür. İndi çevrənin sahəsi 3-dürsə, bu çevrənin neçədə biridir? Bax bu. Neçədə biridir? 4-də biridir da. Yəni 3-ü mən 4-ə böləndə 0,75 qalmır. Yəni mən də onu demək istəyirəm. Əslində məntiqlə buradan tapırlar. 0,75 bulsa, bəs kvadratın sayəsi 1-dir da. 1-dən 0,75 çıxanda 0,25 qalmır. Yəni ona görə məntiqi buradan tapıblar. Başa düşün, izahı budur. Amma sırf bundan düşsə, əzbər bilin. Bunun cavabı belədir. İndi ta yazıram. Deməli, normal kvadratlar nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7 dənə normal kvadratlar. Plus. Balaca dairə ovallar var ha. 3, 3, 3, 10 dənədir. Mən onu vurmalıyam 0,25-ə. 2 dənə də böyük dairələr, yarım dairələr var. Bunu görürsünüz belə. 2-ni də vururam 0. İndi bəzi tələbə deyir ki, müəllim, nətər bura? Tabi, burası sizlikdə Allah seçmiyorsun. 7 plus. Onu 0,25-ə vuranda vergül bir dənə sağa gedir. Olur 2,5. 2-ni də 0,75-ə vuranda burada nə problemdir? 3 nədir? Allah seçmiyorsun. 2-ni 75-ə vuranda əslində bir dəqiqə 2-ni 75-ə vuranda 15 nə eləyir? 150 eləyir. Səncə 150-dir, 15-dir yoxsa 1,5-dir? Yəni burada nə var ki? Normal 2-ni buna vur, həmin ədədin tamını yaz da. Deməli bunun sayəsi nə qədər olacaq? 11 olacaq. Bildiniz? Amma mən əslində istəyirəm ki, qoy eybi yox da bunu da deyim çıxsın aradan. Mən istəyirəm ki, bunlar ikisi də Dimin öz jurnalında kitabdır. İkisi də imtahanlara düşəndir. Mən də sizdən nə istəyirəm? Sabah deyirəm, sırf bu formatda düşsə, belə eləməlisiniz. Birinci, normal kvadratlar 1, 2, 3, 4, 5, 6. 7 dənə daha doğrusu 6 bir dənə də yuxarıda. 7 plus. Balaca dairələr, biri burada, ikisi burada. 2-ni vuram 0,25-ə. Çünki ta əzbər bilirəm. Sonra böyüklər 1, 2, 3, 3, 2, 2, 3, 3, 10 dənə. 10 da vuram 0,75-ə. Bu da bizim sualımızın cavabı. Tez bazar tapa 7 plus 0 tam 10'da 5 plus 7 tam 10'da 5. Şu, bu sualın cavabı 15'dir.
İndi 0,5 kim verənlər? Yəni yox. Hə, niyə bölmə? O yaxşıdır. Yarıya bölmə daha rahatdır. Gözdə bir dənə sözünə qüvvət. Yarıya bölmə əslində daha yaxşıdır. 2 yarım bir bütöv sayılacaq olsa, bircə saniyə bir dənə elə yarı rahat deyənə bəzi testlərdə şeylə verirlər da. Misal Belə. sən də qaldı. Məsələn, görəcəksən, əslində bəzi tələbələr biraz belə baxanda qorxur, əməlli, bunu kimdir sayın? Heç bir problemli sual deyil. Bir dənə qulaq asın. Birinci növbədə əli, normal kvadratları saysan. Düzdür. Tutaq ki, saydın 20 də, elə belə yazıram ha. İndi, üçbucaqları da saysan, 12 dənə tutaq ki, üçbucaq var. 24 dənə üçbucaq var. Səncə 24 üçbucaq neçə tam kvadrat deməkdir? Nə var şimdi? 24 dənə üçbucaq, yarım üçbucaqdır da. Yarım nə deyil, üçbucaqdır. Bölürəm 2-yə. 12 dənə nə eləyəcək? Tam kvadrat. Çünki adi bir şeydir da. Güya mən bunu bununla birləşdirsəm nə olacaq? Bütöv kvadrat. Yaxşı söhbət açılıb. Bir də qabağınızda belə suallar çıxsa, mən sizə niyə bəs deyirəm ki, mənə düzbucaqlı üçbucağın sahəsinin hamı bilməlidir. İmtahanda çıxsa, demin, nə əməli, bu nə ən sualı, mən bu necə edim? Bir dənə sizdən nə istəyirəm? Düzbucaqlı üçbucaq hissəsi bir də ayrı-ayrı bölmək. Gəlin bir dənə bölək, olacaq normal sual. Bir saniyə. Deyəcəksiniz, mən nətər bölürsünüz? Hipotenuz harada bitirsə, oradan bölürsünüz da. Bildiniz, belə. Hə, oldu normal. Mən sizdən istəyirəm, düzbucaqlı üçbucağın sahəsi. Bura neçə eləyəcək? Deyin görək. Enini uzunluğa vurub yarıya bölməliyəm. Yəni, böldüm ki, 6. 2-ni 2-yə vurub 2-yə böləndə 2 eləyir. İndi Əli, sən mənə deyə bilərsən ki, mənim bu 1, 2 dənə yarım da bütöv eləyirdi olsa, elə də deyə bilərsən. Hə, bu 3-ü 3-yə vurub 2-yə böləm. 4 onda 5. 3-ü 2-yə vurub 2-yə böləm. Normalda burada nə qədər kvadrat var? 3 dənə. Burada nə qədərdir? 2 dənə. Всё. Bunların hamısının cəmi 20 onda 5. Bu da bizim cavab olacaq. Yəni ki, şey eləyə bilərsiniz. 3 bucaqsa. İndi birdən qabağınıza belə bir sual çıxsa. Tezdə daha çətin görünür adama. Belə Hə, asan. bəs nə? Şey başa düşmürsünüz də çox ki, bu nə istəyir, vallahi. Yox, sualın şərtləri elə var verir ki, bəzi suallar olur ki, bu boyda şərt verir, inansan, əslində heç ciddi heç getmirsən. Heç ora getməyə ehtiyac yoxdur. Bunu asan üstün deyəsiniz də maraqlı sual. Mən bunu çox Yox, bu problem deyil. Bu tipli şeylər düşür. Bu inşallah düşsün. Bu asandır. İndi mən sizə deyirəm ki, mənə bu fiqurun sahəsini tapın. Və siz deyə bilməzsiniz ki, müəllim, bu nə fiqurdur? Bax, bunu kim sahəsini tapa bilər ki? İnanın ki, bunun sahəsini heç kim tapa bilməz. İstəyirsə riyaziyyat müəllimi gətirin, tapa bilməz. Niyə tapa bilməz? Çünki burada verilənlər dəqiq deyil. Nə də ki, normal düzbucaqlı üçbucaq var burada. Üsul deyə bilərəm. Yoxdur, yox. Bir saniyə, onsuz izah edirəm. Gözləyim bir dənə. Bu misalda qayda odur ki, əgər verilən qara hissənin sahəsini tapa bilmirsinizsə, tərsinə iş görürsünüz. Yəni ki, opşi sahədən bir dənə ağları çıxacam, olacaq cavab. Opşi sahə 10 vur 10. O asan sualda bilirsiniz, kvadratın sahəsi nə qədərdir? 100-dür. 100-dən bir dənə nə istəyirəm? Ağ üçbucağın sahəsini. Nə problemdir? Birincisi belə də eləyə bilərsiniz. Üçbucağın sahəsi 2də 1 AH-dır. Yəni oturacağını hündürlüyünə vurub yarıya bölsən. Yaxşı, müəllim, siz bizə bu düstur deməlisiniz. Siz bizə düzbucaqlı üçbucaq düstur deyir. Yaxşı elə. Deyin, buyurun. Bunun eni nə qədərdir? Uzun nə qədərdir? Düz demə. 5. Hə. İndi sahəsi nə qədər olacaq? Düzbucaqlı üçbucağın sahəsi nədir? Enini uzunluğa vurub yarıya böləm də. 5. Onda bu da 5-dir. Demək ki, bunların hamısı nə imiş? 10 imiş. İndi mənim opşi figurumun sahəsi 100-dür. 100-dən bir dənə tərsinə iş görəcəm də 40-ı çıxacağam. Onda qara hissənin sahəsi nə qədər olacaq? 60. Bildiniz? Orxan buyur. Bunu deyəcək. Bilirəm bunu deyəcəkdim, valla. Çünki tərsinə eləməlisin. Əgər ümumiyyətlə qərar verməlisiniz, qaranı tapamırsınız, nə problem var, tərsinə eləmə. Amma mənim istədiyim hələ ki, çətin, lap qəliz sual çıxmayıb hələ. İstədiyim deyəndə onsa çıxacaq. Deməli, belə bir sual tipləri var. Bax bu. Deməli, diqqətlə qulaq asın. Deyirsiniz, mən kök altı zad nədir? Bəzi tələbələr indidən bax belə deyir. Mənlik deyil, bu getdi. Amma doğrudan da qəliz sualdır. Mən heç vaxt buna deyə bilmərəm ki, yalanı asan sualdır, nə belə. Qəliz yolu qəliz deyil. Sadəcə misalın hamısını tapmaq vaxt aparır. Sadəcə vaxt çatdırma olmur. Evdə gəlib eləyə bilərsiniz.
Amma mən sizə təbii ki, bir-iki əzbərləmək lazım olan şeylər deyəcəm. Heç kimə kök altı bu misallarda lazım olmayacaq. Bir dənə bilin ki, normal kvadratın hipotenuzu var, diaqonalı var da belə deyək. Bir də ki, böyük düzbucaqlıyım. Başa düşün. Hər bir kvadratın, bax bu hipotenuzu var ha, bax, hər bir kvadratın diaqonal deyə. Bu nə qədər varsa hamısının ən balacansıdır. 1/4-ə vuracaqsınız. Necə ki, bayaq o birinə qayda dedim. Burada da qaydadır. Bəs uzunları nəyə vuracaqsınız? 2/2. İndi Əliyar deyir ki, müəllim, mən gələcəkdə məntiq müəllimi olmaq istəyirəm. Birdən kimsə mənə sual verər ki, müəllim, onun isbatını deyin də hardan alıb? Ona görə Əliyarın xəttinə mən tam izah verirəm. Baxın bura. Bax Əliyar. Bura birdir. Özü verib də onsuz hamısını bir sayır. Burada bu. Bəli. Biz bunu deyəsən bayaq dedik də, dedim də var. Dedim ki, düstur budur. Hipotenuzun kvadratı, yəni x-in kvadratı katetlərin kvadratların cəminə bərabərdir. İndi bəs təbii ki, x kvadratı 2-dirsə, x də nə olacaq? Kök altında 2. Sizə kök altı lazım deyil də. Deyir ki, 1/4-ə də vur. Siz bir dənə də o birini tez bazar deyin, bunu pozuram. Bura 1'dir, bura 2'dir. X'in kvadratı olacaq 2'in kvadratı plus 1'in kvadratı. Yəni sadəcə elə belə mənasını deyirəm. İndi elə belə zarafat ad çəkdim. Prosta mənası elə belə deyirəm ki, mənə lazım deyil də bunlar. Sadəcə əzbər bilin ki, nə qədər balacalar var. Balacaları həmişə nəyə vursun? 1/4-də uzunları. İndi bəs bu fiqurun perimetri. Perimetr biz dedik ki, bütün kənar xətlərin nə idi? Cəmidir. Düzdür? Niyə biraz vaxt aparan sualdır? Baxın indi. Bu fiqurun perimetrini tapanda birinci düz xəttləri saymalısınız. Normal düz xəttlər. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Yazıram bunu. Biraz boşluqlar saxlayın. Deməli, yazıram perimetri. Bax yazıram 14 plus. İndi deyirəm ki, bu balaca var, balaca diaqonal. Nə qədərdir bizdə? O 1/4 yazır. Nə qədərdir sayı? Bir dənə, Bir dənə balaca var. Çox görünür bir dənə. Oradan gözlə bir dənə. Bircə saniyə gözləyim bir dənə hamı. Sabirlə atın. Hə, baxın. Bax, bu balaca var ha. Balaca deyirəm nə qədər? Bir dənə. Mən də deyirəm ki, biri vurursuz balacaya. Yəni 1/4-ə. Bəs uzun diaqonallar 1, 2, 3, 4, 5, 8 dənə. 8-i də vursuz 2/2. Bax, bunun perimetri budur. Amma mən istəyirəm bir daha nəsə təsdiq eləyək. Baxın, tutaq ki, bunun sahəsini tapırsınız. Perimetri 1, 2, 3, 4. Birinci düz xəttə. 5, 6, 7, 8, 9, 10. 11, 12, 13, 14, 15, 16, 17, 18. Əsas budur, düzgün saymaq lazımdır. 18-in üstünə gəlirəm. İstəyirsiniz rəngləyək, balacalar hansılardır? Təbii ki, balacalar budur, bax, 1, 2, 3, 4, 5, 6. 6 dənə nə var? Balaca var. Yəni 6-nı nəyə vuracam? Təbii ki, 1/4-ə. Plus bir dənə uzunlar 1, 2, 3, 4 dənə də uzun var. 4-ü. İndi bəzən belə deyirlər. Mənə qulaq asın hamınız. Bəs yaxşı müəllim, bunun sualını deyəcəksiniz mən nə istəyirsən? Deyir ki, hamısının perimetrini tap, artma sırası ilə sırala və ya azalma. Siz də deyirsiniz ki, mən bunu tapdım. Bunu elə qrup toplayanda mənim nə qədər vaxtım gedəcək? Sizdən xahişim odur ki, bunu belə düşsə imtahanda yazın, toplamayın da. Onsuz da görəcəksiniz ki, hansı-hansından böyükdür. Şifahi görmək olacaq. Eləmin. Yəni cavabı birincidən heç vaxt tapmayın. Yəni bir dənə üçüncüdə bir şey soruşacağam sizdən. Bax bir dənə diqqətli olun. Mənə deyin. Bax bu uzun görürsünüz burada. Sizcə bununla bu eyni şeydir? Yox. Eyni şey deyil. Bəs yaxşı müəllim o nədir? O əslində iki dənə balaca şey deməkdir da. Diaqonal deməkdir. Elə deyil. Bax. Hər bir kvadratın ortası, gəlin vəbşi bunu da deyim, zapsa düşsün. Deməli, o bir dənə də bunu deyək. Deməli, başlayıram, buradan başlayaq. 1, 2, 3. Burada yoxdur, bax yoxdur. 4, 5, 6, 7, 8, 9, 10, 11. Burada yoxdur. 12, 13, 14, 15. Bu bunu yazım, yadımdan çıxmasın. 15 plus. İndi demək istədim odur ki, bu balacalar var ha. Bax balacalar, bax bu biri. Bu iki. Burada yoxdur. Bax bu var ha. Kvadratın içi özü var. 3. Solda da bir dənə Dörd. standart mənim.
5. Hə, bu qaldı şeydir. Birini götürmür. İkisini götürmür, biri qaldı. Deməli 1, 2, 3 buradadır elə. 4, 5, 6, 7, 8, 9, 10. 11, 12, 13. Deməli 13 dənə balaca var burada. 13'ü nəyə vurur? 1 onda 4'ə. Bir dənə uzun var. Uzun o 2'nin birə düz uzaklığın diaqonalına deyirlər də. Yəni biri də nəyə vurmalısınız? 2,2'yə. Mən də onu demək istəyirəm ki, biraz bu şeylərdən diqqətli olun. Biri var normal kvadrat, biri var düz uzaqlığı. Demək istəyirəm onu ki, bax bunlar bizdə uzun sayılır. Amma bu uzun deyil də. Bu onsuz da kvadratın yarısıdır da. Baxın belə. 2 dənə elə bir ki, balaca kimi götürün bunu. Bildiniz bunu? Belə çəkilən 2 dənə nə deməkdir? Balaca deməkdir. Amma 2'nin birə düz uzaqlığın ortasında olan diaqonallar uzun diaqonallar sayılır. İndi bir dənə qəşəng bir sual var. Elə bu sual. Hər bir misalda həmişə eyni standart qaydadır. Bir sahə vahididir. Pi 3'dür. Mənə onlar o qədər lazımdır. Deməli bu may imtahanının qəbuludur. May imtahanına düşən bir sualdır. Bunu kısa yollarla tez bazar tapqı olmur ha. Çünki bu qarışıq ovallar var. Bilirsiniz də böyükdür, balacadır, lap böyükdür. Biz məcburuq bunları hamısını ayrı-ayrı çevrələr tapaq. Bu çevrə, bax bu buradan bura gəlirsə, bunu bir dənə ayrıca bölürəm. 4'te 1 oldu. Bəli, tapıb 4'də 1 götürəsən olsa. Bunu da belə. Bu mənim düz bucaqlı üç bucağım. Bir dənə belə eləyim ki, hamısı bu balaca üç bucaq. İndi bu balaca ev yox, o dursun burada. Aşağıda da Əsas var. sualdır. Əsas sualdır, yoxdur başqa. Gel. Bura Yok yok. içini istəyirəm deyənə kənara. İndi bir dənə hamı qulaq çünki vacib sualdır. Deməli, mən sizdən həmişə çevrənin sahəsini istəyəcəm də. Bu mənə lazımdır. Bayaq da dedim ki, S bərabərdir. Pi-ni belə yazıram geçsin. S bərabər pi e düzəldəcəm bizə saniyə kvadratı. Hə, indi baxın. Bunun radiosu nə qədərdir? 2. 2 də radiosu. Siz belə götürün, siz belə. Deməli, bunun sahəsi deyir ki, 2'nin kvadratı 4 pi. S bərabərdir. 2'nin kvadratı vurulsun 3'ə, yəni pi-yə. Mən də deyirəm ki, bunun sahəsi, opşi çevrənin sahəsi, sizi belə göstərim. Opşi çevrənin sahəsi 12 isə, onun 4'də 1-dir da. Qoy bir dənəsini belə yazım. 12'ni bölürəm 4'ə. Yəni bunun sahəsi nə qədər oldu? 3. Demək ki, bu da nədir? 3'dür. İndi burada bəzi yerləri şifahi eləyə bilərsiniz. Baxın, mən onsuz da bu balaca ilə bu balacanın bura qoyunda tam dolmayacaq. Yəni bura nə olacaq əslində? Bax da bu. Elə bir- Bura bir də. Bura əslində tam dolacaq da 1 olacaq. Amma deyirsiniz ki, müəllim, mənə tam yolu ilə deyin də. Siz tam yolla deyin. Baxın bura. Bu kvadratın sayəsi nə qədərdir? Dört. Bilirik də, eni 2-dirsə, uzun 4'dür. Bəs mən buranı tapdım da, bura 3'dürsə, 4'dən 3 çıxanda bura onsuz da yenə nə qalacaq? 1 qalacaq. Yəni istəsəz tərsini eləyib tapa bilərsiniz. Amma bəzi şeylər eləməyin də, onsuz bir də yarımı, baxın, bura 1'dir. Bəs bu balaca yarımı bura qoyanda burada 1 olmur ki. Niyə sizi düz sürüb? Belə şeylərdə düz eləmə. Eləcə şifahi qoyun ora tam olsun. Sağda da 0,5. İndi bir dənə, bəli, eləyəcəyik. Bir dənə düz bucaqlı üç bucağın sayı. Yox, bir qaldı. Gözlüyün bu qaldı. İndi bunun radiusu bilirsiniz ki 3'dür. S bərabərdir 3'ün kvadratı. Bu belə açıq aydın yazın. Vurulsun pi'yə. Eləcə 27. 27'nin də 4 bərabər hissəyə bölürsünüz. Yəni olacaq 6'dan 75. Bildiniz? Burada olacaq 6'dan 75. Hə, hamısı, hə, bu asandır. Enini uzunluğa vurub 2'yə bölür. Buranın sahəsi 3'dür. Balaca da olsa nə idi dedik? 0,5'dir. Və normal kvadrat da burada 8, bu da 6. 14 dənə də normal kvadrat var. Deməli, bu fiqurun ümumi sahəsi bax belə olacaq. Yazıram. 14 plus 6,75 nə qalsa sonra deyərsiniz. 3'dən nə qədərdir? Bir aşağıda 3 dənə 3 var sağlam. 9 plus bəlkə belə yazın. Açıq aydın. Plus 3, plus 3, 3 dənə 3'üm var. Sonra üstünə 2 dənə 1 ISO tək-tək yazın. 2 dənə 1. Sonra üstünə bir dənə də 0,5 gələm. Başqa qalmadı ki. Değil. Hə, все. Hamısını yazdı. Bax bu bizim optionda nə eləyirsə, indi 32,5 eləyir deyəsən. Hə, bu option bizim nəyimiz oldu? Bunun sayəsi 10 eləyir. 11 bu. Hə də 11-in son 4 25. 32, hə, 32, 25 düzdür də. Hə, deməli,
32-25. Mən sadəcə bir dənə nə deyirəm? Deyəcəksən Mirqasım, mən bu qədər vaxtım getdi buna. Hələ Bunlar bu vaxtda yox, bu qədər vaxtım Yazmır. getdi. Hələ bir dənə gözləyir. Lap başa düşmüsən deyirəm. Sən kompüterdə bunu eləməlisən. Kompüterdə çəkmək olmur ama yenə heç olmasa sizdə kağız daşıyıcıdır. Kağıtla işlə daha rahatdır. Kağızla Kompüterdə rahatdır olmaq da. çətindir, hə. Və mən də onu deyirəm. Bunlarda kompüterdə adam nə əsərlər? İnan Allah'a qəbul saldı, imtahana saldılar. Yox, bəzi şeylər var ki, valla tələbələri qınam, ancaq şifahi görmək lazım. Tələbəm belə görür. Yəni tələbəni qınamıram. Yaxşı, hə, güclü belə də riyaziyyatı yaxşı olanda o şey görür, yazır, amma ki problemli olanda yazır. Bir dənə də belə bir ehtimallar var idi. Bu da həm magistratura imtahanıdır, həm də dövlət pulu imtahanıdır. Bu 28 magistratura düşmüş, bu 29'u değil mi? Çünki 28 nətər düşüb elə yazmışam, saçdım olsun. Hə. Müəllim, burada sığırtam %75 idi cavab. Səhv etmirəmsə. Bəli, hə, buyurun. Cavab əzbərləmək lazımdır. Onda elə Əzbərəm. sizin acığına bunun da eləyəcəm. Burada neçə idi? Deməli, elə yaxşı bu nedir? Çünki kəsindən çıxıb. Bizi nə 29? 29 başqa yerdə keçmiş, orada da YouTube var, qabağınıza çıxacaq. Elə düz yadıma saldı. Qoluz ki, bunu eləyək. Mənə qulaq asın. Sizdən təbii ki, çevrənin sahəsini bilirsiniz, amma həmişə istəyəcəm. Birinci istəyirəm sizdən kiçik çevrə sahəsini. Bura yazıram kiçik. Kiçiyin radiusu hansıdır? 2, böyük çevrənin radiusu 3. Hə, kiçiyin radiusu 2-dirsə, 2-nin kvadratını vururam pi-yə. Bunun sahəsi nədir? 12. Bəs böyük çevrənin sahəsi nə qədər olacaq? 3-ün kvadratı 9 vururam 2-yə. Bu da 18 demək istəyir. Düzdürmü? İndi, bəs mən sizdən soruşsam ki, böyüyü bilirəm, kiçiyi bilirəm. Necə? 2'ye niye vuruyor? Allah aşkına 3'e vuruyor. Ben de. Pi kvadratı l kvadratı burası pi. Yaxşıdır, 18 sorun sortum. Hə. Deməli, qulaq asın. İndi sizə sual verirəm. Böyük çevrəni bilirəm, kiçiyi bilirəm. Bəs sizcə bu qara boz hissə var ha? Oranın sahəsini necə tapım? 27 sponsor. Yəni əslində sadə bir şeydir. Boz hissənin sahəsini də tapmaq üçün o pişidən, yəni 27-dən nəyə çıxmalıyım? 12. Bu da bunundur. İndi belə bir ehtimal bir sualı var, bu tipli misal. Ən böyükü 27'dir. Bax, burada 12'dir. 27'dən 12'nin çıxsa yerdə qalan tapılsın. Bilirsiniz. İndi bir də hamı qulaq asın, burası mən deyim. Deməli, belə bir sual var. Sual da nədir? Ehtimal nəzəriyyəsinin düsturudur. Yazır ki, burada bütün hallar. Bütün hallar aşağıda olur. Amma burada nə yazıram? Mümkün hal. Belə bir sualdır. Qeyri-adi bir şeydir. Baxın, bir də hamınızı sual verirəm. Bəs mən oxu atanda belə şeylər düşüb vergiyə, bu yenə siz görmüşsünüz, nə yadıma salmışsınız? Bir saniyə. Hə, belə şey var ha, milliard faiz verginin qəbulundan da düşür. Deyir ki, atılan oxun düşmə ehtimalını tapın. Həmişə belə edirsiniz. Nə sual düşsün, o bir sahə harda yazılır sizcə? Yəni oxu atanda böyük çevrə hər yerinə düşə bilmir. Deyin də aşağıda nə olur? Həmişə böyük çevrə sahədir. Bəs mənə qulaq asın. Atılan oxun, əgər sizə desə ki, boz hissəyə düşmə ehtimalını tapın, burada nə yazacağım? Nəyin sahəsini? Bozun sahəsini. Amma sizə deyir ki, bu sualda, eminim magistratura öz qəbuldur, deyir ki, rənglənməmiş hissəyə, hamı çalışır rənglənmiş hissəni götürmüşdür. Rənglənməmiş hissə var ha, elə bala ağdır da, balaca çevrədir. Bunun sahəsi nədir? Bəs bunu ixtisar aparanda, hoşunda nə ixtisar aparır? 3'e ixtisar aparır. Nə olacaq? 9'da 3'e niyə aparır? Hadi 3'e aparır. Hoşum. Nə olacaq bu? 9'da 4 olacaq da, hoşum birisi A bəndi. İndi mənə qulaq asın. Mən əslində bunu izah eləyəndə tam izahını demişdim. Və sağ olsun tələbənin biri oranı oxumamışdı. Deyir, ayda bəs biz həmişə boza bölürük. Deyirəm, həmişə boza bölmüsən. Buradakı sual. Cavab var ki, orada. Yox idi olsa. Deyir, cavabı tapamadım. Yəqin dedim ki, səhv eləmişəm. Baxın bir dənə. Rənglənmiş hissəyə düşən ehtimalın tap desə, nə problemdir burada? Mən rənglənmiş hissə, yəni boz hissənin sahəsini götürəcəm. Yəni burada nə götürəcəm artıq? 15. Bildiniz? Amma desəydi ki, rənglənməmiş hissənin sahəsi, bu da nə olacaq? Rənglənməmiş, yəni kiçik çevrə deməkdir.
Bu formatda olacaq. Həmin sual nə dedi? Bu iyul qəbulunda bu düşmüşdü. İmtahan sualı. Və yaxşı, söhbət də açılıb bunda tez bazar deyim, eyb yoxdur. Bir dənə hamı baxsın, bir daha təsdiqləyək. Kiçik çevrənin sahəsi 15 isə sahəsi nə olacaq? 225 pi. Böyük çevrənin sahəsi 30 ise 900 pi. Bəs boz hissə, bura boz yazaq da onsa. 675. Boz hissənin sahəsi nə olacaq? 675 pi olacaq. Bizim də bir dənə düsturumuz budur ki, həmişə yadınızda saxlayın. Bunun proses hesablaması biraz çətin idi tələbələr üçün. İndi atılan oxu, deyin görək, bütün hallar harda olacaq? Aşağıda. Bütün hal nə deməkdir? Böyük çevrənin sahəsi burada yazılır. Bəs atılan oxun rənglənmiş hissəyə düşmə ehtimalını tapın. Onda mən burada nəyi yazacağım? 675. İmtahanda promoy bölə bilmirsinizsə, ixtisar aparın. İndi mən promoy ixtisar aparacağım. Siz imtahanda 3-ə, 5-ə ixtisar aparın ta ki bitənə qədər də nə problem var? Heç nə, mən bunu 225-ə ixtisar aparacağım. Olacaq 4-də 3, 4-də 3-ün də cavabı 0,75. Ben biliyorum var yukarıda. Deməli, o üçün bu sualın cavabı nə olacaq? 0,75. Bax belə. Bu sizin sahə ilə bağlı dərsdir. İndi zapsı dayandırıram. Artıq nə var hamısını izah elədik. Bax bu